Salam qızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Bu günləri bir vlog olaraq istədim ki, kartofili hazırlayam. Uşaqlar çox sevdiyi, yəni hər zaman çöldə də olsa, evdə də olsa, sevə-sevə heç bir vaxt etiraz etmədikləri bir yemək. Dedim hazırlayım. Düzdür, çöldə hər zaman alırıq, amma bu dəfə istədim evdə hazırlayım. Mən tez-tez hazırlayıram, uşaqlar sevirlər. Elə dedim bu dəfə də bir çəkərəm, bir vlog şəklində elə paylaşaram. Kartoşkaları soydum qızlar. Mən hardasa bir 6-7 böyük kartoşka götürmüşəm. Bəlkə də ondan bir 2-3 dənə artıq olar. Çünki kartoşka yeri kartoşka olduğu üçün, öz məhsulumuz olduğu üçün düzdür. Bəzən yəni yaraları çox olur. Dərindən soyuram. Ona görə biraz artıq götürdüm. Əlavə də etdim. Uşaqların yəni sevdiyi bir yemək olduğu üçün belə deyim, artıq bişirdim, bol bişirdim ki, rahat sevə-sevə yesinlər. Bilmirəm, sizin evdə də uşaqlar sevirlərmi kartofilini? Yəqin ki, sevməyən, kartofilini sevməyən yəni uşaq olmaz. Bizim uşaqlar kartofilini daha, yəni başqa yeməklərdən daha çox sevirlər. Nəinki başqa yeməklər. Heç ətdən belə üstün tuturlar. Elə hara getsək də, yəni dönər də alınsa, nə yesək də, çöldə, bayırda olsaq da belə mütləq yanında kartofilimiz olmazsa olmazımız olur. Elə də evdə. Düzdür, belə halda bizim uşaqlar kartof qızartmasını o qədər də sevmirlər. Belə halda bəzən kup-kup qızardıram, onda hə sevirlər, amma belə adi kartoşka qızartmasını sevmirlər. Amma belə kartofilini çox sevirlər. Ona görə də evdə özüm hazırlamaq istədim. Dedim hər halda çöldəkindən daha yəni keyfiyyətli olar, təmiz olar. Ən azından bilirik ki, evdə özümüz yəni təmiz yağla qızardırıq. Yəni bilirsən ki, bu yəni təmizdir, qabı təmizdir. Çöldə, bayırda qızardılan istər kartofilisi olsun, istər piraşkisi olsun, hər hansı bir yəni çöl, bayır yeməklərində yəni bildiyimiz qədərində yağı dəyişmirlər tez-tez. Düzdür, deyirlər ki, dəyişirik, amma yəni çox hallarda görürük yağlar dəyişilmir, qablar o qədər təmizlənmir. Yəni gigiyenaya uyğun deyil, belə deyim. Ona görə də çalışdım ki, evdə hazırlayım. Çalışdığım qədər də yəni çöl, bayır yeməklərindən biraz da yəni uzaq qaçıram ki, ən azından istədiklərini evdə hazırlayım. Düzdür, demirəm mən çöl, bayır yeməklərini nə özüm yemirəm, nə uşaqlara yedirmirəm. Yox, yeyirik harasa çıxanda da, məsələn, oturanda, duranda, məsələn, çöldən, bayırdan alırıq, evə də gətiririk, amma sadəcə çalışdığım qədərində yəni bişirmirəm. Kartoşkaları soydum, yudum qızlar. Doğrayacağım, sonra dəsmalın arasında qurudacağım. Qurudanda daha yaxşı olur. Mən unutdum qızlar, un tökməyi yağa, amma un da tökəndə daha gözəl olur. Amma hər zaman mən kartoşka qızartmasında bilmirəm, siz edirsiniz, etmirsiniz. Mən kartoşka qızartmasını qızardanda yağ dağ olanda bir qaşıq yəni un tökürəm, əlimlə də tez açıram. Onda həm kartoşka yaxşı qızarır, həm də dağılmır. İndi bilmirəm, siz elə edirsiniz, etmirsiniz. Yəni etməyibsizsə də sınaya bilərsiniz. Çox gözəl olur. Həm də yumşaqlığı da yumşaq olur. Belə yəni çox nə nazik etmirəm, nə elə qalın etmirəm. Doğrayacağım, dəsmalın arasında biraz suyunu qurudacağım. Çünki sulu olanda yağ istər-istəməz qırağa dağılır. Yəni su da buraxır, kartoşka biraz necə deyim, yapışır. İstədiyin formada, yəni o formada alınmır. Quru olanda daha yaxşı olur. Mən də ona görə dəsmala bükürəm. Doğradıqca dəsmala bükürəm. Ondan sonra suyunu alandan sonra yağa atacağım qızlar. Belə
hazırladım. Yəni çox asan, yəni bir asan üsulla elədim. Yəni evdə hamı edə bilər. Yenə deyirəm, hər bir videomda dediyim kimi mən bunu çəkmirəm ki, kimsə öyrənsin, kimsə nəticə çıxarsın. Yox, o məqsədlə etmirəm. Sadəcə bir vlog olaraq çəkdim. Dedim, yəni kanalımda, çünki köhnə kanalımda olan videoları orada var idi, başqa cürə etmişdim. İndi də istədim bu cürə edəm. Düzdür, mənim o kanalım silindi, amma çox sağ olun ki, sizin sayənizdə yenə də mən abunə sayımı artırıram. Yenə də abunə yavaş-yavaş da olsa o 1000 abunəliyimi sizlərin sayəsində tamamlamaq istəyirəm, əziz izləyicilərim. Yəni sizlərin dəstəyi ilə hər birinizdən o dəstəyi gözləyirəm ki, mənim yenə də o kanalım, bu kanalım yəni qalıqsın, o səviyyəyə çatsın, 1000 abunəliyimi tamamlayım. Onu da sizlərin sayəsində tamamlamışdım. Bunu da sizlərin sayəsində tamamlamaq istəyirəm. Belə dəsmala bükdüm. Əlimlə də yəni silirəm ki, tam yəni kraxmalı çıxsın, suyu da çıxsın, kraxmalı da çıxsın. Yağı qoymuşam dağ olmağa. Belə deyim qızlar, qab dar olanda, biraz yəni yağı bol olanda daha gözəl qızarır. Yəni dar deyəndə nə mənada deyim, yəni biraz geniş olanda yaxşı olmur, amma yağ bol tökəndə, qab biraz balaca olanda daha yaxşı qızarır. Yağını da bol edəndə daha gözəl olur. Mən sadəcə sarı kök, bir də yəni duz vurmuşam, başqa heç nə vurmamışam. Biraz da yəni istiot vuracağam, qırmızı istiot. Amma əlimin altında ədviyyatlarım yoxdur qızlar. Yəni həmişə sunel vururdum, ximeli sunel vururdum, sivan duzu vururdum. Amma indi əlimin altında olmadığı üçün elə bir ədviyyat vurmayacağım. Yəni əlimin altında olan ədviyyatlardan, sizin də əlinizin altında hansı ədviyyatlar varsa da onlardan vura bilərsiniz. Mən də sadə yəni ədviyyatlardan vurdum. Evdə əlimin altında olan ədviyyatlardan çox gözəl, çox dadlı, yəni belə deyim, kartof firə yəni dadını verdi. Əsl o kartof firələr kimi oldu. Çox da gözəl oldu. Yəni uşaqlar da bəyəndi. Dediyim kimi tez-tez hazırlayıram. Bizim uşaqlar sevdiyi üçün ona görə də tez-tez hazırlayıram. Mən kartoşkaları 2 hissəyə böldüm. Çünki həm qazanım balaca olduğu üçün, həm də istədim ki, rahat pişirim. Yəni bol yağda rahat pişirim. Ona görə də 2-3 hissəyə böldüm ki, qoy rahat-rahat pişsin. Onda daha gözəl olur. Düzdür, qazanınız böyük yəni ölçüdə varsa da, yağınız bol tökürsünüzsə də, yəni onda da yəni pişirib hazırlaya bilərsiniz. Mən sadəcə elə etmədim. Yəni balaca bir qazanda etdim, yağını bol etdim. Belə qızlar, qızardı, çox gözəl. Birinci yəni tökdüyüm partiya qəşəng qızardı, rəngi də qəşəng, dadı da gözəl. Yəni gördüyünüz kimi bilmirəm, buradan necə görsənir. Yəni adi halda göründüyündən də daha da gözəldir, daha da dadlıdır. Kəş dadını sizə ötürə bilərdim. Deyərsiniz sadə bir kartoşkadır, yəni burada nə dad ola bilər? Yox, yəni kartoşkanın da qızarmasından yəni dad fərqi hiss etmək olar. Çünki hər kartoşka hər belə deyim, hərə bir cürə qızardır. Hərənin əlində bir başqa bir dad tam olur. Tərif üçün demirəm, sadəcə yəni gözəl qızardı. Bəlkə də ədviyyatlardan idi, bəlkə də rahat qızartdım. Ona görə elə gözəl oldu. Yəni hər zaman da bu üsulla qızardıram. Yəni gördüyünüz kimi 2-3 hissəyə yəni qızartdım. 2-3 hissəyə ayırmışdım. Elə də qızartdım. Yağını belə süzürəm. Çox da gözəl olur. Sizlər də istəsəniz edə bilərsiniz qızlar. Mən etdim. Çox gözəl də çıxdı. Razı qaldım. Uşaqlar da sevdi. Yəni uşaqların olmazsa olmazı, vaz keçilməzi kartof firəmizi hazırladım. Həm də sevirəm uşaqlar, yəni bir maraqlı yemək olsun, uşaqlara da bir maraqlı olsun. Düzdür, bəzən eyni yeməkləri bişiririk. Uşaq da istəmir, sevmir. Bəzən deyir ki, bezdim hansısa bir yeməyi
belə deyim, daimi gündəlik həyatımızda olan yeməklərdən. Uşaqlar da sevir ki, fərqli yeməklər olsun. Fərqli, yəni ağız dadlarını dəyişsinlər hər dəfə. Ona görə də istəyirəm ki, uşaqlara fərqli yeməklər, istər şirniyyatlar olsun, istər belə yeməklər olsun. Yəni bişirim, sevə-sevə də bişirirəm, yorulmadan bişirirəm ki, uşaqlar yəni sevə-sevə yesinlər, doysunlar könül xoşluğundan. Heç vaxt da yorulmuram qızlar. Bilmirəm sizlər bəzən düzdür demirəm iş xanımlarımız yəni bəzən işdən gələrlər, yorğun olar, deyərlər ki, yorğunuq bişirə bilmirik. Amma uşaqları da sevindirsək, uşaqların da könlünü alsaq, onların istədikləri yeməkləri də bişirsək, onların da könülləri xoş olar. Mənə elə gəlir, bilmirəm. İndi bəlkə də mənim yəni fikrim, mənim düşüncəm sizlərə fikirlərinizlə eyni gəlmir. Deyərsiniz ki, yəni səhv danışır, yəni nə bilim, mən elə düşünürəm. Elə mən öz aləmdə, öz fikrimdə elə düşünürəm. Elə hər zaman da elə düşünüb elə də bişirirəm də, onlara çalışdığım qədər onların könlünü xoş etmək üçün hər şeydə edirəm. Neçə ki canımda can var, onların hər birinin qulluğunda durmağa da hazıram. Bilirəm ki, Azərbaycan xanımlarımız, Azərbaycan analarımız hər zaman da belə olub, belə olmuşuq, əvvəldən də olub, indi də olub. Nə qədər işimiz də olsa, o işimizi qırağa qoyub uşaqları sevindirməyə çalışırıq. Belə qızlar, sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. Sizin dəstəyinizə ehtiyacım var qızlar. Çünki sizin sayənizdə mən irəliləmişəm, sizin sayənizdə bu səviyyəyə gəlib çatmışam. Yenə dediyim kimi sizlərdən dəstəyimi sizlərdən gözləyirəm. Hər birinizdən kanalıma abunə olmağı, like atmağı, yorum yazmağı hər birinizdən gözləyirəm. Sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər.